iştirakçıları, hoş gördük sizi. Biz bugün Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarından Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi Ekoloji Təmiz Dünya naminə icmaların maarifləndirilməsi və davamlılığı təşkili layihəsinə start verdik. Daha doğrusu təlimlərinə start verdik. Təlim rayonun Əmənkənd Bələdiyyəsində onların məkanında keçiriləcək. Bizim ilərdə 5 təlimimiz olacaq, 5-i də burada olacaq. Düzdür, bugün 2 nəfər təlim iştirakçımız gecikir, amma onlar bu yaxında, yəni bir neçə dəqiqədən sonra sizə qatılacaqlar. Bizim təlimimiz 5 gündür. Düşünürəm ki, bu 5 gündə öz vaxtınızı düzgün bölüb, dəyərləndirib, təlimlərin gedişində fəal iştirak edəcəksiniz. Təlim, layihəyə söylədim ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirir, yəni tam olaraq dövlət layihəsidir. Layihəni icra edir, Rəsvada Qadınların Sosial İnşalına Dəstək İctimai Birliyi, o birlik ki, sədri mənəm, Nadirvan Ərzuq. Yəqin ki, siz tanıyırsınız, biz uzun illər əməkdaşlıq etdiyim təşkilatlarsınız, bələdiyyələrsiniz və eyni zamanda icmalarsınız. Bugün təlimimizi, ümumiyyətlə 5 təlimi bizə təlimçi kimi kömək edəcək. Fürsət müəllim Şərbətova sizə təqdim etmək istəyirəm. Yəqin ki, siz də tanıyırsınız. Fürsət müəllim uzun illər Azərsu Səhmdar Cəmiyyətində mütəxəssis və rəhbər vəzifəli şəxsdir. Və biz nə üçün Fürsət müəllimə müraciət etdik? Çünki birinci bizim işimiz, təlim iştirakçılarımız dövlət və bələdiyyə əməkdaşlarıdır bir qismi. Onların işindən asılı olaraq kənardan gələn təlimçi ilə bizim bəzən işlərimiz üst-üstə düşməzdir, problem yaranardı. Ona görə biz yerli təlimçiyə, mütəxəssisə müraciət etdik. O səbəbdən Fıratla da məsləhətləşmişik. Fürsət müəllimlə uzun il, 40 ildən artıq bu sahədə ekologiya və su sistemi və fəaliyyət göstərdiyi üçün düşünürük ki, ən düzgün seçimi etmişik və sizlə 5 gün, yəni 5 təlim günündə bərabər olacaq. Mən bir təşkilat sədri kimi ümumiyyətlə ümid edib bu fəaliyyətə yola çıxmışam. Düşünürəm ki, bizim layihənin davamlılığı ki, MMC quracağıq, bu MMC rayonun 8 kəndində rayonumuzun bir sosial probleminin həllinə dəstək dayana biləcək. Biz bir hüquqi şəxs yaradacağıq. Yəni, hüquqi şəxs tam olaraq bu işlə məşğul olacaq və demirəm ki, biz bütün məsuliyyəti onun üzərinə atacağıq. Elə deyil, yəni o hüquqi şəxs kimi, biznes sahəsi kimi fəaliyyət göstərəcək. O, onun, belə deyək, nizamnamə tələbləri olacaq, amma biz sifarişçiyik, bələdiyyələr sifarişçidir və müəyyən mənada daimi olaraq o MMC ilə əlaqəsi olacaq və belə bir fikir də var ki, bu əhatə etdiyimiz bələdiyyələr, bələdiyyənin hər hansı bir üzvü, seçilmiş xalq tərəfindən seçilmiş hər hansı bir üzvü də bizim MMC-nin idarə heyətində təmsil olunar. Yəni, bu gələcəkdə bizim bu yündən arzuladığımız bir işdir. Burada həm şəffaflıq üçün nəzərdə tutulur bu işlər, həm də ki, koordinasiyanı düzgün qurmaq səbəbindən nəzərdə tutulan bir fəaliyyətdir. Biz düşünürük ki, əhali də bu məsələlərə müsbət yanaşacaq. Çünki təlim başlayana qədər artıq biz bir icma ilə görüşmüşük, bu dövüşlü icmasıdır. Dövüşlü icmasında bunu çox müsbət qarşıladılar və əminim ki, 3 kənddə ən azından 30 min əhali var, 3 kənd bələdiyyəsində 30 minə yaxın əhali olar. Olar, mən biləm. Bu 30 min az bir əhali segmenti deyil, çox böyük bir işdir. Biz çox böyük bir işə girişmişik. Biz sizi ilə bərabər bu 3 bələdiyyə köməyi ilə, biz bu işin ağır iş nöqtəsindən gələcək. İcra nümayəndəsi əməkdaşları, təlim iştirakçılarımız inciməsin bizdən. Nəyə görə? Çünki bu bilavasitə sizin işiniz deyil. Siz sadəcə olaraq, belə deyək, yerlərdə bizə dəstək dayana bilərsiniz, sağ olun. Amma bu iş MMC-nin və bələdiyyənin işi olacaq. Sizin isə o hakimiyyət böyüklüyünüz, rəhbərlik
böyüklüyüz bizə icma daxilində işi rahat həyata keçirməyə dəstək verməyəcək. Biz sizdən o cür kömək alacağıq. Yəni, hüquqi tərəfdən də yanaşanda elə belə. Elə deməlisiniz. Yəni, biz sizin bayaq dediyi kimi böyüklüyünüzdən, rəhbər böyüklüyünüzdən, icma rəhbər böyüklüyünüzdən və hakimiyyəti təmsil etdiyiniz üçün biz sizinlə o köməyinizi, o MMC-nin gedişatda, fəaliyyətində alacağıq. Amma tam olaraq əməkdaşlığımız olacaq bu 3 bələdiyyə ilə. Çox təşəkkür edirik Gəmənkət Bələdiyyəsinə ona görə ki, bu işə bizim bir təşkilat olaraq sövq eləyən, bu ideyanı, bu problemi bir layihə ideyası kimi ortaya gətirməkdə, belə deyək, təkliflərlə gəlirlər. Biz də bu icmada yaşayan, amma bu icmanın probleminlə həmin bələdiyyə bizə gəldi və sifarişi verdi. Biz də bir ictimai təşkilat kimi donora müraciət etdik, bu vəsaitlə gəldi. Və böyük bir fəaliyyətdir. Əminəm ki, bu böyük fəaliyyəti biz əməkdaşlıq çərçivəsində həyata keçirə biləcəyik. Mən ümidliyəm, hələ bu günə qədər təşkilat olaraq elə də asan, layihə xarakterli, təlim xarakterli bir layihə demək olar ki, icra etməmişəm. Layihələrimizin hamısı böyük layihələr olub. Beynəlxalq təşkilatla layihə icra eləmişik. Rayonumuzun 42.000 ağac əkini Rəsvan kimi bir ərazidə və 5 hektar ərazinin təmizlənməsi çox böyük bir rəqəm idi. Və ondan da başqa yenə də rayona, belə deyək, rayona o qədər də spesifik olmayan bir kənd təsərrüfatı sahəsi ipəkçiliyin fəaliyyəti ilə bağlı biz beynəlxalq layihəni də gətirə bilmişik, təşkilat olaraq gətirmişik. Bunlar bizim təcrübəmizdir və eyni zamanda yenə bir təcrübəni deyim ki, eyni agentliyin böyük layihəsini icra eləmişik, Zaqatala Masallı Biləsuvar ərazisində yenə də donorumuz olub agentlik. Yəni bizim təşkilatımız, belə deyək, başdan sordu, belə deyək, adi bir işləri etmək və layihə xatirinə gün keçirmək, zaman itirmək haqqında fikirləşməyən bir təşkilatlardandır. Yəni, təşkilatdan da ona görə deyirəm ki, bizim kimi təşkilatlar çoxdur. Bugün də biz o təşkilatın bayrağı altında bu kəndlərdə, 8 kənddə bu işi icra eləyəcəyik. Bir daha xatırladıram ki, layihənin maliyyə qaynağı dövlətdəndir. Ona görə bu layihəni biz dövlət layihəsi kimi adlandıra biləcəyik. Yəni, dövlət layihəsidir. Mən sizə səfərimlə tanış etdim. Layihəmiz haqqında məlumat verdim. Kifayət qədər düşünürəm ki, məlumat verdim. Əgər hər hansı bir qaranlıq tərəf varsa, Qədir bəy, İlman bəy, Əlüsət bəy, mən sizdən məlumat istəyərəm, yəni sizin də öz fikirlərinizi istəyərəm. Əgər mən layihəmiz haqqında sizə bilgi verə bilmədimizdir tam olaraq. Çatdı, yəni mən informasiyanı sizə rahat ötürə bildim. Yəni məqsədimiz MMC-nin təmizlik təşkil olunması, məişət tullantılarının toplanması, mən deysəm o haqda ötəri dedim, məişət tullantılarının toplanmasıdır, ərazidə yaşayan insanların maarifləndirilməsidir ilk mərhələdə, məişət tullantılarının toplanması üçün MMC-nin, mən bunu ona görə birbaşa MMC-dən danışdım ki, davamlılıqdan mən sizə danışdım, amma maarifləndirilməsi işini biz artıq icmalarda edəcəyik. Bu bizim ilk görüşümüzdür, onun üçün mən sonraki fəaliyyətlər haqqında sizə danışmaq istəmədim. Biz icmaları maarifləndirmək əsas qarşıya qoyulan məqsədlərdən biri oldu. Biz 8 kənddə görüşəcəyik, bir kənddə cəmi görüşmüşük. Məqsəd insanları maarifləndirmək, ardınca davamlılığı təşkil etmək üçün müqavilələrin imzalanması, MMC-nin yaradılması və MMC-nin isə fəaliyyət kodunun içərisində 8 kəndin ərazisinin bilavasitə yaşıllaşması üçün ucuz başa gələn az maliyyətli tinkliyin salınması. Yəni, bu da inşallah düşünürəm ki, yaxın gələcəkdə ən, belə deyək, həlli vacib bir, Biləsuvar üçün də həlli vacib məsələdir. Niyə? Çünki ərazimiz buraxıldı ərazidir. Bura mütləq yaşıl ərazinin kütlənin salınması, ağacların əkilməsi çox vacibdir. Bu, qismət olsun, bizim MMC-nin payına düşsə, biz də bir təşkilat kimi sevinərik. Mən sözü ötürürəm təlimçimizə. Salam, vaxtınız xeyir olsun. Biz təlimçi kimi tanımlanan təlim milləti, ona görə də vaxtınızı almış, birbaşa keçərik bugünkü mövzumuza.
fikir mübadiləsində lazım bilgilərini sizə çatdırım və eyni zamanda sizlərdən də lazım olursa müəyyən bilgilər əldə edim. Bugünkü mövzumuz ekoloji təmin dünya naminə icmaların maarifləndirilməsi və dayanıqlığın təmin edilməsi. Biz bu mövzu ətrafında nəyi öyrənəcəyik? Öyrənəcəyik ekologiya nədir? Ekoloji bir sistemə zərər verən amillər, onların səbəbləri və onların aradan götürülməsi. Bu yolda birlikdə sizinlə ekoloji problemlərin təkrar öyrənilməsi, bu problemlərin aradan qaldırılması yolları haqqında birgə təlim keçəcəyik. Ümumiyyətlə, ekologiya deyəndə ətraf mühit, qlobal istiləşmə və bu kimi amilləri ortaya qoyanda biz ümumilikdə ekologiya nədir? Ekologiyanın çirklənməsinin planetimizə, o cümlədən cəmiyyətə, biz insanlara zərərli, ziyanlı təsirləri nədir? Və bunların hər birinin demək olar ki, mövzumuza uyğun, layihəmizə uyğun, məqsədə çatana qədər xırdalayıb gələcək ki, hər birimizə aydın olsun. Mən də öz bilgilərimi sizə çatdırım və sizlərdən də lazım tövsiyələr alır və bu mövzuda danışa baxarım. Ümumiyyətlə, bununla bağlı biz ilk növbədə öyrənməliyik atmosferə ziyan vuran amillər. İlmi mən qabaqcadan deyirəm, nəqliyyatdan atmosferə küllü miqdarda zərərli maddələr ayrılır. Zavod fabriklərdən küllü miqdarda zərərli maddələr ayrılır. Sənaye müəssisələrindən, neft-qaz sənayesindən və nəhayət bizim gündəlik məişətimizdə rastlaşdığımız və bizim bəlkə də hər birimizin etdiyi və diqqət etmədiyimiz məişət tullantılarına atmosferə ayrılan zərərli maddələr, zərərli qazlar haqqında sizə məlumat vermək istəyirəm. Bunlar ümumilikdə emisiya qazları adlanır. Karbon qazı, karbon monoksid, metan qazı, kükürt oksidləri, azot dioksid və bu cür qazlar atmosferi çirkləndirən qazlar və ümumilikdə emisiya qazları adlanır. Və bunların hansı səbəblərdən, hansı yollarla atmosferə ayrılması mən xülasə şəklində deyim. Birinci, nəqliyyatdan ayrılır. İkincisi, zavod müəssisələrdən ayrılır. Neft-qaz sənayesindən ayrılır. Elektrik enerjisi istehsalı ilə məşğul olan müəssisələrdən ayrılır və nəhayət dediyim kimi məişət qızıntılarından ayrılır. Bizim də razılığım. Son vaxtda mən öyrənmişəm ki, bu heyvan peyindən də güclü. Bəli, bizim məişətimizə razı olan bütün tuzlantılardan heyvan mənşəli aşqılardan dünya milyarderlərdən biri deyir ki, mən demoması yoxsa heyvan üstünlərası deyir ki, ya heyvan yeməlidir, ya da oksigenin zəhərlənməlisə belə bir şey deyil. Ya heyvan ətini yeməliyik, ya da heyvanın kesin deyir ki, gəlməliyik. Ya o peyindən son qazılıq. İndi Cavit müəllim çox doğru dedi. Mən sizə bir şey də deyim. Artıq belə bir yem var. Mən əməkdaşlıq elədiyimiz başqa bir biznes sahəsinə görə Gürcüstanda istehsal olmuş həmin yemlə saxlanılan heyvanların dışqısı, əgər bu digər heyvan, yerli heyvanlar məsələn bir ayda, məsələn deyək də, 2 ton əgər ifrazatı varsa, bunun var cəmi 10 kiloqram. Bir fermanın, bir tövlənin dışqısı, bir var 10 kiloqram, bir var məsələn neçə ton. Artıq ona gedirlər. Çünki o həmin yemində artıq adı falan, hər şey məndə var. Yəni belə bir şey. Üzr istəyirəm, indi dediyim kimi bunları arzul şəklində mən deyim, sizə fikrimi çatdırdım. Onların ətrafında bu xoş ifadələri əlbəttə, yenilikləri eşitmək, birlikdə hər birimizi dinləmək çox maraqlı olacaq. Dediyim kimi atmosferə buraxılan emisiya qazları, onların mənbələrini dedik və bu qazların gətirdiyi ziyanlar, müxtəlif xəstəliklər. Ətrafımızda bilirsiniz, bronkit xəstəlik, müxtəlif dəri zöhrəli xəstəliklər. Və yəni hər birimizi cəmiyyətlə rastlaşdırır, demək olar ki, bu emisiya qazlarının
İnsanov məclis üçün gətirdiyi ziyanlar və bəlalar haqqında ümumi məlumat şəklində deyirəm və bunların qarşısının alınması yolları. Məsələyə belə kompakt yanaşayım, yaranmış qazlar, o qazların yaranma səbəbləri, onların insanlara vurduğu ziyan, belə deyək də, ekologiyanın çirkləndirilməsi nəticəsində insanlara vurduğu ziyan və bunların mümkün təsirlərinin azaldılması. Yəni, ardıcıl şəkildə. Bax, mən sizə dedim, hansı qazlardır, bu qazlar nədən yaranır, ardıcıldır, siz də sadaladınız, bir növü məişət kullantıları, nə kimi yaratır, zavod fabriklər, güneş enerjisi. Bu dəqiqə bizim rayonda onlar yaşılları ilə bağlı gedən bir enerji. Mən deyərdim ki, bilavasitə ekoloji problemlərin həll üçün çözüldüyü bir çox ciddi bir layihədir. Və bunların insanlar üçün yaratdığı müxtəlif xəstəliklər və nəhayət sxematik yanaşda bunların aradan gök qaldırılması, mümkün qədər azaldılması yolları. Məsələn, məişət kullantıların azaldılması yolları bu fərqli qaydada ola bilər, yəni hər birimiz buna diqqət etməliyik və qurumlar şəklində deyək, kompakt şəklində, bələdiyyə, icra nümayəndələri, dövlət qurumları, Gigiyən Epidemiologiya Mərkəzinin səyyarı görüşləri, bütün bunlar sonra istiqamətlənir ki, mümkün qədər atmosferə buraxılan emisyon qazlarının azaldılması, onların ziyanlı təsirlərinin azaldılması. Bakın, bu dediyim ardıcılıqla yəqin ki, hər birinizin fikri olar, nəsə qaranlıq qalar və yaxud da ki, elə bir tövsiyə deyərsiniz ki, biz hamımız da bilərik. Bayaq o bir nümunə dedim, məişət kullantıları ilə bağlı icmalarımızın hər birində heyvandarlıqla məşğul olan hərəkənin sahələrdə insanlarımızdır. Bu, onların kullantıları da təbii, siz dediyiniz kimi bir səbəbdir. Bu, onların aradan qaldırılması üçün də yeni müəyyən təminlər keçirilir ki, bunları mümkün qədər azaldır. Faktiki bizim layihə ilə də bağlı məişət kullantılarının ziyanlı təsirlərin aradan qaldırılması, növbəti mərhələlərdə biz öyrənəcəyik təşkilatlarına. Necə edək ki, bu məişət kullantılarının aradan ziyanlı təsirlərin aradan qaldırılır. Ondan daha çox faydalı istifadə edə bilər. Bunu hansı yollarla edək? Müəllimə qeyd edildiyi kimi gələcəkdə, məsələn, elmcəklərin yaradılması, təşkilatlanma yoluyla bunların aradan qaldırılmasının bir modelidir. Deyək ki, fərqli qaydada yaşıllıqların salınması, ağac etmə kampaniyaları, bütün istər dövlət qurumlarına, istər icmalar özləri və istərsə də fərqli qaydada hər bir vətəndaşın, hər bir qurumun demək olar ki, bir vətəndaşdır və bu kainatda yaşamaq haqqına görə bir məsuliyyətidir, hamımız qorunan yetkinir və bunun da son ucunda biz növbəti mərhələlərdə bu təşkilatlanma arzuları ilə bu məişət kullantılarına gətirdiyi ziyan, onların aradan qaldırılması, onların toplanması, çeşidlənməsi, hansı qaydada çeşidlənməsi və bu ardıcılıqla növbəti təlimlərdə bu haqda danışacaq. Kiminsə bu mövzu ilə bağlı hər hansı bir sualı, qaranlıq nəsə qalıb, ola bilsə mən diqqətinizə çatdırmadım, sizin düşüncənizdə fərqli bir şey varsa, onları deyin, bir yerdə biz onları izah edelim. Kimin nə sözü var? Çalıb, buyurun, bir sözü təklifiniz. Baxın, xüsusən də mövzunu belə deyək də, bütün fikri yönəltinə bizim icmalar üçün insanların ən çox zərər gördüyü bir məsələ. Amilləri dedi və ona görə deyirəm ki... Bax, çox diqqət çəkən bir argumentdir. Gündəlik hər evdə, hər iki evdə, hər 5 evdən bir rastlaşılan bir şey. Əziyyət çəkirsiniz, örtücə becərirsiniz, günləri bir yürüyorsun, bax yoxdur, hamısı bir gündə qırıldı gedir. Bütün bunlar hamısı dediyimiz bəlaların nəticələri. Toplumsun muhatabizliklərin mi? Bəli, tamamilə qalsın. Bunun əvvəl başlanan suyun şeydir. İndi biz gedib yardımımızdan su gətiririk, Canlabaddan su gətiririk, Masallıdan su gətiririk. Biz heç kəs başına su içmir. Buna görə ki, bütün su mənbələri çiftlənir. Bütün su mənbələri çiftlənir. Bu da ki, tullantılar atırlar, uşaq tullantılarıdır, zilzilidir. Yəni əvvəlkinlə müqayisədə biz yaxşıya getmirik. Yaxşıya getsəydik, hamı hovuzunu doldururdu, o arazın suyunu onu içirdi. Amma indi heç kəs onu içmir. Heç
seçmirlər, ha, modulu belə istifadə edirlər, çünki modulu da oradan götürürlər. Mənbəyi əzbirdir deyə, hamı deyir ki, siz onun filtrinin ağzına baxmışsınız. Əlifət müəllim bir dəfə dedi ki, siz baxsaz o modulun ağzındakı o zibilə, onu içməzsiniz. Yəni, bir müşahidə edən bir insanı, yəqin ki, indi Azərbaycan əməkdaşı deyəcək ki, o haqda məlumat verəcək, amma yəni ki, yaxşıya getmir. Əslində siz tərəfdən bir dəyişilməyiniz, ailə ikidərə dəyişilir. Ophelia xanımın dediyindən qüvvət bir misal deyil. Adilə naxatqanı götürək, istəyir küçartılar mı, istəyir qolqartılar. Naxatqanı götürüb, bunlar üçün naxatqaya birinci işə sarıqan götürür. Uşaq kompenslər olacaq. Evlərdəki qullantılar. Heç kim adına Kənddə yaşayanlar, Bir məsələni mən deyim, sadə bir misal çəkir. Mən bu məsələlərdə çox narahatam. Hətta bir neçə dəfə maşınla bizim canım var kanalının üstündən Gümrük Biləsuvarın Bəygil Körpüsü var. Demək, maşınla binmişəm, maşın saxlamışam, 300-500 metrə getmişəm, natəmizlikləri müsadə eləmişəm. Yəni, bu şəkildə getmişəm, düz axırda Suvarma İdarəsinin yanında dayanmışam burada, sonra getmişəm Bəygil Körpüsündən keçmişəm, qayıdıb gəlmişəm, yenə də kanal üstü verir. Həqiqətən də çox belə dəhşətli vəziyyətdir. Həddən artıq ona görə bu məsələ çox aktual məsələdir, bəyənilməsi məsələdir. Çünki sağlam gələcək şuarını dedik bayaq. Bu şəkildə gedərsə, həqiqətən də yaxın gələcək, heç uzaq gələcəkdə yox. Yaxın gələcəklər bizləri daha gərgin günlər, daha çətin günlər. Ona görə sizin sözünüzün bir şey verir, siz davam edin. Kırmandalı'da bütün icra strukturu toplantı qəbristanlıq tərəfdə bir iş gördü. Katılıyorsunuz, o Çərbəşi qəbristanlıdır. Mən onda 2 nömrəli məktəbi qəbrisində o hektar yarım ərazidə ağac əkdirmişdim. Polisə qədər, o bir mavinin adı neydi orada, o Kırmandalı əsirli? Yox, icra hikmətində mavindir. Vəliyyətin mənim özü polislə dayanır falan. Deməli, burada ekskavator təmizləyir, zibili yığır. Üzlərinə baxa-baxa çayın o bir tərəfindən zibili atır. Polis dayanır. Yəni, bu inzibati tədbir, digərdir. Deməli, bu insana dayanmadan deyilməlidir. Mən o məsələdə gəlmək istəyirəm. Elə söhbətimin də əsas məqsədi olur. Biz görürük, qarşısını ala bilmədiyimiz o problemlərlə bağlı olsalar, inzibati tədbirlərdən də çəkilməməlidir. Mən təklifim budur. Çünki o inzibati tənbih halı hamısı qanunda nəzərdə tutulur. Biz sadəcə olaraq icmandır, kəndindir, cəmatındır, ayıb olar, mən onu belə eləsəm, biz belə elədikcə bizi, o Fidə xanım bayaq dedi, heç kəsin evində filtr yox idi, heç kəsin evində daş yox idi, heç kəs kənardan su gətirib almırdı. Amma biz bugün artıq arazın suyunu içə bilmirik. Səbəb odur. Yəni, yaxşıya getmirik. Texnoloji inkişaf edir. Gördüyünüz sənayə inqilabında. Evimizdəki pataryon xarab olan, bunu istehsal edən zavod bilir ki, mən istehsal edədiyim maşınlar da xarab olur. Amma biz bugün yeganə su mənbəyimiz olan arazın suyunu içə bilmirik. Niyə? Günah özümüzdə. Həmin amma Gürcü, Erməni ondan istifadə edib, biz artıq istifadə edirik. Demək istiyoruz burada, bu suyu bizim özümüzün elədiyimizdən kənarda qalır. Bəli. O kölgədə qaldı artıq. Elə vəziyyət gətirdik ki, artıq Qarabağda doğulub böyüyən, o saf dünyadan gəlmiş
və bizim suyumuzla illərdən burada yaşayıb, hələ ki, maşallah, belə hamdan gözəl bir görünüşdə olan Ofelia xanımın dediyi kimi biz artıq bu sudan istifadə edə bilmirik. Və məlumatlar alacaq, hər hansı bir ərazinin təcrübəsindən də məlumatımız olduqdan sonra daha ətraflı danışmaq üçün bu görülmüşlər. Hazırlıq üçün bizə vaxt da lazımdır əslində. Hər şey də birdən qurulmur. İnşallah ki, bunun başı çatdıracaq. İnşallah. Təşəkkür edirəm. Kifayət qədər məlumatlı oldu, yəni biz bir-birimizə informasiyanı ötürə bildik. Növbəti təlim materialı fərqli olacaq, yəni artıq biz ilk görüşdən sonra daha çox fokuslanacağıq ki, bu mexanizmin qurulması və işlənməsi istiqamətli. Növbəti təlimdə görüşənə qədər təşəkkür edirəm, sağ olun. Sağ olun.